unutmamalıyıq, ona uyğun da siyasətimizi Baxın bəy, qurmalıyıq. bizim işğaldan azad olunan ərazilərdə bir-iki erməni quldurunun məzarına təpi atmışdı bizim insanlar. Yəni ki, orada erməni xatsı, erməni şəkildə. Onu aşırtmışdı, qəbri işini eləməmişdi. Qəbir üstü abidə dediyimiz var. Onu aşırtmışdı, cinayət işi açmışdı. İndi barələrində bu məsələ də müzakirə olunmalıdır. Xanlar Vəliyev bir buna münasibət bilsin, gelib gizlənib kabinetdə oturmaqla döyüşən adamların haqqında cinayət işi açmaq asandır. Sən haradaydın? Yəni bu ləğv olma, bir mənalı şəkildə. Bizim düşməni cəzalandıran adamı cəzalandıran dövlət olmalı deyilik. Amma biz orada gördük İlxan bəydə Ağdamda 1-ci və 2-ci Şəhidlər Xiyabanı adında Şəhidlər Xiyabanı dümdüzdür, yoxdur Şəhidlər Xiyabanı. Biz orada dedilər 1000-dən çox burada şəhid məzarı olub. Yoxdur, nəinki yer üstü, yəni o yeri belə dümdüz eləyiblər. Hətta bəzi qəbirstanlıqlar var idi ki, oranı düzlüyüblər, şumluyublar və əkin əkiblər orada. Bəs buna kim cinayət işi açacaq? Bunun mənəvi təzminatı nə qədərdir? Bax, orada bizim içimizdə bir Ağdamlı olan partiya sədrlərindən var idi. Dua edirdi ki, o qəbirstanlıqda bir çınar ağacı var. O ağac dursun ki, mən onun nişanəsindən öz məzarlarımızı tapa bilim. Yəni biz bu vəziyyətə gətirilən xalq olaraq biz necə dünyanın qarşısında humanizm nümayiş elətdirə bilərik deyə və ermənidə elə deyil. O insanlıq deyil. Onu heyvan belə o iş eləməz. Yəni ki, baxın, o hansı abidələri ki dağıtmayıblar. Yəni bunlar görün nə qədər həm də hiləgər xalqdırlar. Məscid o hansı ki UNESCO-nun belə də siyasına düşüb, oranı divar olaraq, daş olaraq dağıtmayıblar. Amma orada heyvan saxlayıblar. Orada uzun qulaq satır. Mesela orada minlərlə ev var da, birini ayır orada saxla. Sən niyə türbədə heyvan saxlayırsan? Sən niyə məsciddə heyvan saxlayırsan? Yəni məscid heç heyvan saxlamaq üçün baxın, bəli. İndi mən buradan səslənmək istəyirəm o özlərini cırıqlayan, belə üzr istəyirəm ifadəmi, bunun başqa adı yoxdur. O həyatsız beynəlxalq təşkilatlar vardır. Şuşada qanunsuz olaraq tikilən kilsənin bir divarına top dəymişdi. Bir divarına dəyib öldürürlər. Bəs yaxşı, 60 neçə məsciddən ikisi sağdır. O boyda Ağdamda görsəz uzaqdan indi Elxan bəy orada bir hündür yerə çıxdı baxmaq üçün. Bir dənə o məscidin minarələri görsənir. Vəssalam, o boyda şəhərdə bir məscidin minarəsi var. İstiqaməti bilsin. O da deyil hərbi məqsədlər üçün o yüksəklikdən müşahidə məntəqəsi kimi. Yəni qardaşlar, gəl buna da sözdür. 64 ya 67 məsciddən cəmi 2-si ya 3-sü sağdır. Yəni bilinir. Yəni bu harda, niyə bu səs çıxardılmır? Və biz bunu bunu hayqırmaq lazımdır. Bunu biz soyqırım tək insana qarşı olmur axı. Soyqırım həm təbiətə qarşı olur. Yaddaşa şəhərdir bu. Baxın, tarixə qarşı soyqırım edir. Sən türbədən, bu 100 illərdir orada türbə var. Türbədəki məzarı niyə işirsən? Gör eşən. Qızıl lazımdır. Sənə o qəbirləri eşib qızıl diş axtarıblar. Nə bilim ki, qızıl əşyalar axtar. Yəni ki, sən bu əgər qızıla, o qəpi quruşa ehtiyacın varsa şərəfsiz. Başqa yolla onu gəl biz sənə verə, dəymə ona. Biz, yəni belə çıxmadı, qəbirstanlığımızı toxunma, o tarix abidlərə toxunma, onun nə bilim qarşılığını al, istər nəsə, amma yox, qisasdır, o nifrətdir. Və biz planlaşdırılmış qisas. Və biz, baxın, oranı görəndən sonra mən tam əmin oldum ki, biz Zəngəzuru da işğaldan azad eləməliyik. Zəngəzur torpağı bizi gözləyir. Bax, o da küsür. Günü gündən küsür. İncir bizdən ki, qardaş, bəs mən Qarabağ Azərbaycan ərazisidir. Bəs Zəngəzur Azərbaycan ərazisi deyil. Basar Keçər Azərbaycan ərazisi deyil. Oralar Azərbaycan ərazisi deyil. Oraların məsələsini qoymaqla. Və bunlara o böyüklükdə təzminat müəyyən olunmalıdır ki, dövlət olaraq onun altından çıxa bilməsinlər. O vaxt xatırlayırsa Osmanlını Avropa çöktürmək üçün o təzminatlarla elədi. Təzminatı o qədər və bu ən özünə obyektiv deyən lap erməni pərəst bir təşkilatı gətirib buraxmaq lazımdır. Orada bıraxırsan, orada deyirsən ki, minimum nə qədər istəyən çıxar. Minimum qiymət belə çıxartsa 50 milyard, 100 milyarddan aşağı çıxmayacaq orada. Elədir.